Mhm. Deməli, dinləmədə nədən danışırdı uşaqlar? Bu kişi qlobal dizayn yarışına qoşulmaq istəyir, gəlir qadınla danışmağa. Qadın da professordur. Deyir, bəs sizə mən dizaynlarımı göndərmişəm, baxmısınızmı? O da deyir, hə, mətbəx əşyalarından qab-yanı seçmisiniz, bəs qab-yanın nəyini dizayn eləyəcəksiniz? E, O saving energy deyir orada, yəni ki, ekonom işləməyini, enerjini save eləməyini. O da deyir ki, yox, o keçən ilin mövzusuydu. Mənə bu il üçün innovation veriblər, yəni yenilik istəyirlər bizdən. Mən də bu çimərlikdə bu qayaların üzərinə yığılan su var, rock pool deyirlər. Deyir, o dizaynı vermək istəyirəm bu qabyana. O da necə olacaq? Qabyanın üstü deyir şüşədən olacaq, içərisi görünsün. Bir də knopkası daşdan olacaq. Həmçinin paraşok yerinə də karbon dioksid deyir ki, maye formasında istifadə olunacaq təmizlik üçün. Həmçinin deyir ki, qiyməti digərlərindən baha olacaq. Deyir ki, məncə bu dizayna görə artıq pul verərlər. Yəni daha baha olacaq da. Birinci suala baxırıq. The innovative feature of the dishwasher design name Rockpool is, yəni bu yeni dizaynda olan qabyan haqqında nə düzdür? Günəş enerjisi istifadə edir, xeyr. Touch screen var, yəni ki, sensor ekranı var, xeyr. Liquid carbon dioxide use, bəli, karbon dioksid dedik ki, istifadə edəcəm maye formasında. Cavabımız C bəndidir. Digərləri zaten səhvdir. Gəldim ikinciyə. What was the focus of the last year competition? Keçən ilin mövzusu nə idi? Dedim də enerjini save eləmək, ekonom işləmək. Cavab olacaq A bənd. Gəldim üçüncüyə. Üçdə deyir ki, hansı düzdür? John Wizard is working on local design competition. Deyir, yerli dizayn yarışına hazırlaşır. Xeyr, dedi ki, global. Bunu hardan bilərsən? İkincidə heç varianta gəlmirəm. Şərtin özündə qlobal dizayn deyir. Avtomatik sənə cavabı göstərir ki, bu səhvdir. Gəldim B bəndinə. Üslü şüşədən olacaq. Allow user to see inside. İstifadəçinin içərisini görməyinə icazə verəcək. Cavab B bəndidir. Çünki bayaq dedim də onu. Gəldim dördüncüyə. Hansın cavabı yoxdur. What is the purpose of the man? Visit to the woman. Qadının ziyarətinə kişi nə üçün gəlmişdi? Yarışa qoşulmaq üçün. A-nın cavabı var. Gəldim B-yə. What was the focus of the last year campaign? Keçən ilin mövzusu nə idi? Ekonom işləmək idi bu əşyaların. C bəndi. What kitchen appliances did the man choose? Hansı mətbəx əşyasını seçibdi? Qabyanı. Y bəndə deyir, why is the design called rock pool? Nəyə görə belə adlanır? Çünki çimərlikdə olan qayalıqların içərisinə yığılmış su dizaynı veribdi. Deyir, buna görə adını rock pool qoymuşam. Amma D-nin cavabı yoxdur. Nə qədər vaxta hazırlamalıdır, verməyib. Vaxtdan danışmamışdı. Gəldim beşinciyə. Dialoqdan aydındır ki, helping John with his design doesn't interest the professor. Deyir ki, professora maraqlı deyildi. Xeyr. Orada deyir ki, it's very interesting. Yəni qadın bu sözü işlədirsə, deməli buna maraqlı gəlib də. Daja detalları da soruşur ondan ki, necə işləyəcək, nə formada işləyəcək. B bəndi Energy Saving Kitchen Appliance are more demanded this year. Bu il nə tələb olunur? Ekonom işləməsi, mətbəx əşyalarının biz də dedik ki, bu keçərli mövzusuydu. B bəndi səhv. The Rockwool dishwasher will be cheaper. Deyir ki, bu qabyan ucuz olacaq. Xeyr, deyir ki, digərlərindən baha olacaq. Çünki yeni dizayndır da. Deyir insana artıq pul versin, bunu alsın. Gəldim D bəndinə. John design for the washing machine resemble mountain rock pool. Mountain demir, beach deyir, çimərlik. Mountain nədir? Dağ. D da səhvdir, cavab olacaq Y bəndi. Zaten S ilə Y bir-birini təksib eləyir, bir-birinin əksidir. Burada deyir ucuz, burada deyir baha. Biz də bildik ki, baha olmalıdır, düzdür? Ona görə Y bəndi cavabım. İndi gəldi mətnimə. Mətndə Venezuelada olan Antonio Abreu adında birindən danışır. Musiqi müəllimidir. Nə uşaqları götürüb hazırlayıb. Suallar da budur. Venezuelanı da bombaladılar axı. Elə bir gözləyirmişlər biz mətnini salıq, sonra buran bombalasınlar. Yaxşı. 6-1. By the instructing the seven children. Seven demir, 11 children deyir. Ona görə bu olacaq false. Gəldim ikinciyə. While the orchestra received insufficient attention from the government, deyir ki, orkestra qeyri-kafi diqqət gördü. Kimdən gördü özü? Hökumətdən. Gəlin mətndə bu hissəyə baxın. Mətnin ikinci abzasında bu səhv eləmirəmsə deyir ki, bu ilk orkestranın uğuru nə idi? Uğuru o idi ki,
hökumətdən dərhal diqqət gördü. Orada isə deyir ki, heç diqqət görmədi, qeyri-kafi, kifayət qədər diqqət görmədi. Ona görə olacaq false. 6.3. Nə dərslər üçün, nə də instrumentlər üçün tələbələr pul ödəmirdi. Bəli. Mətndə deyir ki, pulsuz idi onlar üçün. Olacaq true. Bu proqramdan əvvəl orada deyir ki, heç özəl musiqi dərsi yox idi. Mətndə sənə deyir ki, bu proqramdan əvvəl, before this program there was no public music lessons. Heç public, ictimai musiqi dərsləri yox idi, amma private, özəl dərslər baha idi. Əgər özəl dərslər baha idisə, deməli özəl dərs var idi ki, baha idi da. Bu olmalıdır false. Yəni bu səbəbdən false çıxacaq. Gəldim 7-ciyə. Diyaloqdan aydındır ki, düz olan variantı seçəcəyik, cümləni tamamlayırıq. Abriyenin bu tələbələr haqqında reallıq nə idi deyir. Onlar musiqi müəllimi olublar. Musiqi müəllimi olub deyir ki, valideynlərinin fəxri olublar. Mətndə deyir bunu. Yəni, being the source of the honor for their family. Mətndə bu sözü deyir. Gəldim 8-ə. Vital, vital bilirik ki, important-ın sinonimidir. Bəlkə bir 50 dəfə sizə dedirtmişəm bunu. Dərslər başlayandan bəri. Vital, crucial, essential, sonra nə burada? Necessary, important, hamısı sinonimdir. Cavab olur C. 9. What is the true about student? Deyir ki, Abron proqramında olan tələbələr haqqında reallıq nə idi? Reallıq o idi ki, onlar pulsuz gəlib hazırlaşırdılar. They got the instrument for free. Cavab olur A bənd. 10-cu. When did Abreu establish National Youth Symphony Orchestra? Bu orkestranı nə vaxt qurub bilmirəm. Deyir onun xəyalı idi və gedir, orkestra qurur, tələbələr yığır 11 dənə, onları hazırlaşdırır. Amma nə vaxt demir. Benim də təqribi cavabdır. Yəni sənə orada adicə desəydi ki, nə bilim, təqaüdə çıxandan sonra, cavanlıq illərində ya da nə bilim 50-li yaşlarında, 40-lı yaşlarında təqribi cavab versəydi, V-ni götürərdin, amma heç onu da verməyib mətndə. 1 getdi. 2. When did the student begin learning? Nə vaxt başlayırlar instrument çalmağa? 4 yaşından başlayırlar. Üçüncü, what was the amount of financial support? Bunlara pul dəstəyi olur. İkinci orkestra qurulanda hökumət bunlara pul dəstəyi. Amma nə qədər? Nə qədərini bilmirəm. How long did the older student practice? Nə qədər? Böyük tələbələr nə qədər praktik eləyirlər? Deyir ki, həftə sonu bütün günü all day long bunlar praktik eləyirlər. 4-ümdə var. Və 5-dədir ki, Venezuela Konqresinin üzvü nə vaxt olub bilmirəm. Mətn başlayan kimi bunun haqqında danışanda deyir ki, Venezuela Konqresinin üzvüdür. Amma nə vaxt üzvü olub? Onu demir. Cavab oldu 2-4. Gəldim indi ikinci mətnimə. İkinci mətn təyyarə qəzası haqqındaydı. Onu biraz balacalaşdırım. Burkill haqqındadır. Peter Burkill təyyarənin qəzadan sağ çıxmasının səbəbkarıdır. Hero kimi bunu qələmə veriblər. Sonra bunu ağlayır, qara sərirlər, günahlandırırlar yazığı bir il. Başına oynaçırlar. Təyyarəni xilas elədiyinə min peşman eləyirlər. Gəldim suallarıma. 11.1. It was John Covert who took the control of the plane. Bu düzdür nəyə görə? Bu Burke görür ki, qanadlarda problem var. John Covert da bunun yanında oturub. Elə bir ki, yanında o yedək pilot deyirlər, nə deyirlər ona. Deyir ki, sən kontrol elə, mən də gedirəm qanadları düzəldəm. Yəni ki, kontrol John Covert'da idi. Cavab true. Sonra, despite not being invited to the interview, he did not return back to his job. Deyir ki, bunu indi qüruruna toxunublar deyə bu işdən çıxır, gedir başqa hava limanlarına CV verir, bunu çağırmırlar heç yerdən. Sonra B, yəni British Airlines təzədən onu çağırır ki, gəl sən Allah işlə bizə. Burada qayıdır işə təzədən. Amma 11.2-də deyir ki, qayıtmır işinə. Ona görə olur false. His decision of changing the wing flap prevent... Heç birinci tərəfə baxmıram. İkinci cümlədən aydındır ki, bu səhvdir. Niyə? Deyir ki, aircraft təyyarədə təyyarənin landing eləməsinin, yəni yerə eniş eləməsinin özü təhlükəsiz şəkildə qarşısını alır. Təhlükəsiz şəkildə enməsinin qarşısını alırsa, deməli bu təhlükəsiz şəkildə enmir də. Bizə də mətndə dedi ki, təyyarəni təhlükəsiz formada endirib aşağı. Yəni avtomatik bu false çıxasıdır. 11.4. İnsanlar şayə yayırlar. Rumor burada qeybət, şayə, ürəyiniz nə istəyir onu deyirsiniz. Ki Burkill lack competence as a pilot. Pilot kimi çatışmırdı, lack çatışmırdı. Nəyi bacarığı? Mətndə də sənədir incompetent, yəni bacarıqsızdır. Ona görə olacaq false. Yəni bu insanların yaydığı şayədir prosto.
12. Qəzadan sonra British Airline bəs Börklə qoymur hadisə haqqında danışmağa. Deyir ki, investigation olsun, araşdırma olsun, ondan sonra biz danışacağıq. Börkün də burada reputasiyası gedir. Reputation adı, sanı, yəni statusu qaralayırlar da bunu. Danışmaq istəyir, hava limanında qoymur danışmağa. Cavab ona görə olur A bənd. Reputationu yenidən gain eləməsini, qazanmasına kömək etmir də, reject edirlər. 12 ve 14 eynidir. 12'de bu A bəndi olduğu üçün 13, 14'te də avtomatik gəlir A bəndi. Onun adını təmizə çıxarmağı refuse edirlər, rədd edirlər. 13'te isə 3-cü abzas hansı cümlə ilə başlayır? İndi bir dənə burada bir məsələ var. Hamı fikir versin istəyirəm. 3-cü abzasın ikinci cümləsində in the following days the rumor spread. Rumor nədir? Şayə və şayənin qarşısına z artiklı qoyulub. İndi gəldim isim mövzusuna, artikl mövzusuna. Gəlin bunlardan danışaq. Nə vaxt ismin qarşısına z artiklı qoyulur? Müəyyənlik artiklıdır z. Və tutaq ki, daha əvvəl şayədən danışmısan, onu ikinci səfər istinad eləmək istəyəndə qabağına z artiklı qoyursan ki, yəni bunun haqqında daha əvvəl danışılıb. Yəni burada şayənin qarşısına z artiklım olması o deməkdir ki, bu cümlədə də şayədən danışmışam. Aydındırmı? Ona görə digər variantlar avtomatik gedir. Mənim A bəndimə baxın. Quite different version of the event began to circulate. Deyir ki, hadisənin müxtəlif versiyaları başladı sirkulyasiya eləməyə, dövr eləməyə. Növbəti günlərdə də ardı-arası kəsilmir, başlayır artmaq. Cavab olur A bənd. 14-dən danışdıq. 15. What caused the ice to form in fuel system? Deyir ki, yanacaq sistemində buz nəyə görə yaranır? İki dəfə bundan danışır mətni. İkisində də deyir ki, prosta yarandı qəzadan əvvəl. Amma niyə yarandı bilmirəm. İkidə, nə vaxt bu mühərriklər işləməyi bitirir? Yəni işləmir daha doğrusu, dayanır. Nə vaxt dayanır? Uçuşdan, daha doğrusu enməmişdən 35 saniyə əvvəl deyir ki, qəza yaranır, qəza şəraiti yaranır. Yəni bunun vaxtı var. 2-ni götürəcəm. Gəldim üçüncüyə. Neçə hava limanına bu apply eləyib, yəni ki, müraciət eləyibdi iş üçün. Neçəsini deməyib. Prosta deyir ki, çoxunu eləyib. 4-də də bunu nəyə görə intervyuya çağırmayıblar, bunu da demir. Sən özündən tutaq nəticə çıxardın ki, hə, bunun adı sanı batmışdı, ona görə bunu çağırmayıblar işə. Sən bunu özündən çıxarmısan da, düzdür, mətndə verməyib. Sən bunu götürə bilməzsən. 5'te dedik ki, nə qədər işləyib? Mətndə sənə 25 ili. Burada göstər. Serve for 25 years. 25 il serve eləyib. Yəni, bunlara xidmət eləyib. Cavab oldu 2-5. 16'nın eynisini işləmişik daha əvvəl. The tornado struck with such a great force. Deyir ki, tornado çox belə güclə gəlir, dağıdır. Struck nə? Dağıtmaq, əzmək, sındırmaq. Əgər tornadodan danışırsa, burada bir dənə D bəndi uyğun ki, avtomobilləri qaldırır yerdən yuxarıya. D bəndini götürəcəm. A-da, B-də, C-də, E-də müsbət cavablardır. Bir dənə D mənfidir. Biz də bilirik ki, 4 mənfi 1 müsbətsə cavab müsbət, 4 müsbət 1 mənfisə cavab mənfi. Yəni, heç kim tornadonun ortasında yatmaz. Məsələn, burada uşaqlar deyir ki, başlayırlar oyunlarına davam edirlər. Yatmaq demirmiş heç burada. Sonra insanlar qorxmurlar. B-də deyir ki, evlər ziyan görmür. Demək olar ki, heç hiss edilmir. Təbii ki, bunlar səhvdir. 17. 17 uşaqlar biraz lazımsız sual idi açığı. Sadəcə lüğət bazasına əsasən deyək ki, qoyduq bunu. Sadəcə burada bir məsələ var. Heroical sözü yoxdur. Heroical olmur. Heroic olur. Əvvəllər var idi, qəhrəmancasına deməkdir. Sadəcə indi lüğətdən çıxarılıb köhnəlmiş söz sayılır. Onun yerinə heroic deyirlər qəhrəmancasına. Hero qəhrəman isim, heroizm qəhrəmanlıq isim, heroically bu da qəhrəmanlıqla bu zərf düşür. Yəni bu feilin yanında gəlməlidir. Gəlirəm. His, heroizm deyəcəm. Onun qəhrəmanlığı çox danışıldı. Tərcüməcə mənə qəhrəmanlıq lazımdır. Qəhrəmancasına döyüşdü. LA ilə istifadə edəcəm. Ümumiyyətcə, axırında LA varsa, bunlar zaten zərfdir. Və qəhrəman kimi öldü. Qəhrəman sözümdə herodur. Cavab B bəndi. Gəldim 18-ə. Jane had to do the shopping. Jane özü shoppingə gedirsə, deməli bunun anası xəstədir ki, özü gedir. Götürüb burada S yazanlar vardı uşaqlardan çoxlu ki, anası tamamilə məşğuldur. Məşğul deyil. Burada əsi 2 kimi tərcümə edib necə götürüblər bunu bilmirəm. Amma ki, S bəndə uyğun gəlmir. Anası məşğul deyilsə, onda özü getsin də shoppingə. Jane-i niyə göndərir? Gərək mənə elə bir variant olsun ki, bu gedə bilmir deyə.
Jane geçsin. Aha, bu belə. Gəldim 19-cuya. İnkar cümləni tap deyir. İnkar cümlənin sadə versiyasıdır bu. İnkar cümlədə iki dənə inkar olmaz bilirəm ki. Bir cümlədə iki inkar olmaz. Not bir inkar, not ikinci inkar olmaz. B bəndi. No and olmaz. No or olmalıdır. İnkar cümlədə and işlənmir. C bəndi. Hardlı bir inkar, never ikinci inkar. Səhvdir. Y bəndi. No'dan sonra nə article işlənmir, nə də of şəkilsi işlənmir. Daha doğrusu yerlik halı. O da səhvdir. Cavab o D bəndi. Gəldim 20-yə. When-dən sonra demişik ki, when və digər zaman bağlayıcıları hamısından sonra have, has, had, will, shall, would, should gəlməz. Had gəlməz, has gəlməz. S-yə getdi. Did-dən sonra live gəlməlidir, left gəlməz. D-də səhvdir. A, B-də A, have indiki zamandadır. Occupy keçmiş. İndiki ilə keçmiş uzlaşmır deyə cavab olur B bəndi. Gəldim. Neçənciydi? Aa, 21 qaldı burada. 21. Bunların heç birindən sonra söz onu qoymayacağım. Hamısına uyğun gələn lazımdır. Mənə düzdür. Phone me, meet her. Metdir də bu. Keçmişdə. Reach to da deyə bilərəm. Boşluq da qoya bilərəm. İndi mən hamısına uyğun gələn deməliyəm deyə cavab olur. Boşluq. Prepositionları gedin əzbərləyin. 22 tərcümədir. Nisbə vəzir qaydasına işləmək istəyən olubsa, işləyə bilməyibsə, deyirəm. Niyə tərcümədir? Çünki sizə nisbə vəzirləri keçəndə demişdim ki, boşluqdan əvvəl isim verməlidir ki, mən nisbə vəzir qaydasından işləyim. Nə o nədir? Bilmək. Forget unutmaq. Nisbə vəzir özündən əvvəl gələn ismi təyin eləyir. Burada isə isim yoxdur. Ona görə tərcümə ilə eləyirik. Heç kəs bilmir. Nəyi bilmir? Nəyin baş verəcəyini. What? Don't forget what I told you. Mənim sənə nə dediyimi unutma. Cavab olur Y bəndi. Gəldim 23-ə. Negativ cümləni tap. Didn't nədir? Köməkçi feil. Hardan bildim? Çünki do, does, did not qəbul edibsə bu əsas feil ola bilməz. Köməkçi feildir. Köməkçi feildən sonra cümlədə əsas feil, yəni xəbər gəlməlidir. Bu cümlənin xəbəri yoxdur. Tom didn't do his morning exercise olmalıdır. Do yoxumdur. A bəndi səhv. B bəndi. I never read or spoke. Never cümləni inkarlaşdırır. İnkarda da endin əvəzinə or istifadə edirəm. Düzdür. C bəndi. I was told. Neither nor olmalıdır. D-nın axırında to var, olmaz. Y-nin səhvi nədir? Bu ayrıcı sualdır. Və ayrıcı sualı biz necə işləyirdik? Bura inkar olanda təsdiq, təsdiq olanda inkar olmalıdır, düzdür? Amma burada buranı da inkar verib, buranı da inkar verib. Hardly bir inkar, couldn't ikinci inkar. Olmaz. Gəldim 24-ə. I don't like films. Nisbə vəzir qaydasından gedirik. Film cansızdır. Cansızdırsa bunu which-in əvəz eləməliyəm. Which-in yoxsa which-in əvəz edicisi Z. Cavab olur D bəndi. Gəldim 25-ə. Burada bu arada because yazanlar varsa because olmaz. Niyə? Birinci tərəf məntiqsi olacaq. I don't like films. Gərək mən deyim burada ki, mən filmləri sevmirəm. Yox, mən belə filmləri sevmirəm. Çünki onların xoşbəxt sonluğu yoxdur. They have unhappy endings. Cümlədə müftədə də yoxdur. Zeyim olmalıdır. Gəldim 25-ə. Devoted sadiq deməkdir. Sadiq dostdursa 4 mənfi bir müsbət var variantlarda. Çünki mən müsbət seçməliyəm birinci tərəfə görə. Sadiq dostsa sən ona həmişə güvənə bilərsən. Cavab bu. A-da deyir səni incidər. C-də deyir ki, inanacağın biri deyil. Truthful, necə deyir ona? Azərbaycanca nə gedir? Güvənilir də. Güvənilir deyil. Honest vicdanlı deyil, şərəfli deyil, yəni 7 də deyir ki, səni aldadır, xəyanət eləyir. 26. İsmin yerlik halıdır. Apostrof S, S apostrof. Deməli, apostrof S-də apostrofla S ikisi də yerlik halını bildirir. S apostrof deyilsə, S özünə bitişdiyi sözün cəmliyini göstərir. Orada bir dənə apostrof ismin yerlik halını göstərir. Yəni bir şey yadınıza saxlayın bu yerlik halındakı. Apostrofun ya sağında ya da solunda ikisindən birində S olmalıdır. Amma iki tərəfində də S olmaz. Məsələn, children's S-lə verib düzdür. Apostrofu qoyub bir dənə S yazsa səhvdir. Ümumiyyətcə gələk bu children sözünə. Uşaqlar deməkdir. Bu sözün kökü özündən cəmdədir. Mən buna S əlavə etmərəm. A bəndi səhv. B bəndi apostrofun sağında ya solunda ikisindən birində S olmalıdır.
Ümumiyyətcə S yoxdur, səhvdir. S bəndi e, apostrof S-lə verib düzdür, çünki children sözünə S əlavə olunmur. D bəndində children sözünə S əlavə olunmaz, zaten özü cəmdədir. Y bəndinin apostrofu yoxdur. Gəldim 27-yə. Düzgün sual cümləsini tapın. Yadınızdadırsa sual cümlələrini keçəndə demişdim ki, normalda sual cümləsinin strukturu necə olur? Sual sözü, köməkçi fe'l, mübtəda, xəbər. Amma ki, demişdik what və who kimi suallar, sual sözləri özlərindən sonraki isimlə bir yerdə cümlədə mübtəda vəzifəsini daşıya bilər. Who özü təklikdə də cümlədə mübtəda vəzifəsini daşıya bilir. Belə olanda özündən sonra promə xəbər gəlməlidir. Köməkçi fe'l gəlməz. Did keçmiş zamanın köməkçi fe'lidir və nəyi göstərir? Ya biz onu inkarda istifadə eləməliyik, ya da sualda. Yəni bu normalda, məsələn, will shall normalda cümlənin içində istifadə olunur, gələcək zamanı göstərdiyi üçün, amma didi heç vaxt istifadə eləmirik. Ya sual olmalıdır, ya da inkar. İndi mən əgər mübtəda kimi accidenti götürmüşəmsə, ondan sonra program took place gəlməlidir. Baş verdi. Nə baş verdi? Qəza. Qəzam cümlənin mübtədasıdırsa, özündən sonra program xəbər gəlməlidir. Took place. Dedim burada yeri yoxdur. Digərləri də ona görə çıxır. S bəndi what kind of accident took place olmalıdır. Dedimin yeri yoxdur. What took place nə baş verdi olmalıdır. Y səhvdir. Y-də what mübtədadır, was taken place xəbərdir. Əslində struktur cəhətdən düz görə bilərsiniz. Sadəcə bir məsələ var. Take place baş vermək deməkdir. Hadisə happen da eyni formada. Özü baş verir. Sən onu passivdə verə bilməzsən. Passivdə vermişəm, nə olacaq? Baş verildi. Səhvdir. Bu feili mən passivdə istifadə eləmirəm. Cavab olur. Burada nə seçdi? B bəndi. Gəldim 28-ə. Lay feili, lie feili bir-birindən fərqini mən elan qrupuna atmışdım. Onu oxuyursunuz, əzbərləyirsiniz, hər ehtimal. Bir də gördünüz ki, qabağınıza çıxdı imtahanda, nə bilirsiniz? Deməli, lay feili özü indiki formada lı-ayı yazılırsa, bu qoymaq deməkdir. Lie feili yalan danışmaq mənasında, bir də uzanmaq mənasında var. İkisinin yazılışı eynidir. Sadəcə bir məsələ var. Bu üç feildən iki dənəsi qaydalıdır, biri qaydasızdır. Lay feili qaydalıdır, qoymaq kimi. Lie feili e, yalan danışmaq kimi qaydalıdır. Elə hesab edin ki, ikisi qaydalıdırsa, deməli bunların keçmişi idi ilə düzəlir. Düzdürmü? Məsələn, lay feili qaydalısa keçmişi necə düzələcək idi ilə? Y, i-yə çevriləcək. Bir də d əlavə olunacaq. Late. Lie uzanmaq feili yox, yalan danışmaq feili dedik ki, qaydalıdır. Bu da id ilə düzəlir keçmişi, yəni olur lied. Düzdür, lied yazılacaq. Amma bir dənə uzanmaq feili qaydasız feildir və onun ikinci, üçüncü formaları var. İkinci formada verb to'su, yəni oxşur buna. Lay yazılır. Üçüncü forması verb three'də lane yazılır. L-A-I-N. Bunları bir-birindən necə fərqləndirəcəksiniz? Tutaq ki, verəcək sənə cümləni versə də indi. İndiki zamanda lay feilini verib və üçüncü şəxsin təkindədir sənin mübtədən, düzdür? Sən bilirsən ki, lay uzanmaq feilinin ikinci forması bu belə yazılır. Yəni keçmişdədir. Biz də bilirik ki, ancaq indiki zamanda feilin sonuna s əlavə olunur. Əgər mənim ismim üçüncü şəxsin təkindədirsə, axır s-li olanı götürəcəm də deməli. Düzdürmü? Digəri keçmiş zamandadır, çünki axırında s yoxdur. Necə ki, biz put feili, cut feili, read feilini necə seçirdik üçüncü şəxsin təki ilə? O formada seçə bilərsiniz. Yəni, burada hamısını zaten indiki zamanda veribdir. Bir dənə bu xaric eləməklə. Biz tərcümə ilə tapacağıq bunu. Deyir ki, kitabı qoy partanın üzərinə. Qoymaq leydi, A-nı götürəcəm. Çünki ikinci səfdədə mənə lay lazımdır. İmkan ver ki, deyir, icazə ver qalsın partanın üzərində. Qalsın, yəni uzansın. Qoyacam L-I-E. Cavab olur A. Hə, deməli 29-da qaldıq. İnkar cümlələrindən bilirik ki, no-dan sonra artikl gəlməz. No-dan sonra artikl gəlmirsə, yəni ki, mən ənazə, en artiklı var qabağında, gəlməz. Z-azə, Z artiklım var, gəlməz. Ənazə, gəlməz. A, B-də getdi, qaldım S-Y variantlar arasında. Birinci tərəfdə I don't know deyir, inkar var. Bu o deməkdir ki, bir cümlədə iki inkar olmaz deyə nothing-i atacağım. Cavab oldu S bəndi. Gəldim 30-cu sual. Complete the sentence. Qayda yadımızdadır mı? 5 dənə qaydası var idi. Birinci
Birinci əsas. Variant sual cümləsi olmaz. Variantlarda sual sözündən sonra köməkçi fe'l gəlsə, olur cümlə sual cümləsi və səhv. Complete sentence-ə görə səhvdir də, yəni. Gəldim ikinciyə. Birinci tərəf indiki zamanda olanda, ikinci tərəf istənilən zamanda olur. Keçmişdə olanda, keçmişdə olur. Üçüncü qayda, when what time-dan sonra həfəz gəlməz. Dördüncü qayda, what for düzdür, why for səhvdir. Beşinci qayda, 5 dənə fe'ldən sonra zət gəlməz. Ask, tell, wonder, want to know, to be interested in. Yadımızdaydı mı? İndi baxırıq. Burada elə bir dənə sual cümləsi qaydasına görə səhv olacaq. Do you remember? Bu tərəfə heç baxmırıq. A bəndi. When did? Z-in qabağına keçib sual cümləsidir. B bəndi. Have qabağa keçib sual cümləsidir. D bəndi. Did qabağa keçib. Y-də də were qabağa keçib. Cavab oldu. C bəndi. 31-də uşaqlar, normal kompüt dialoq kimi bunu yaza bilirsiniz. Yəni, bunu qayda olaraq fikirləşib yazmayanlar varsa deyə deyirəm. Normalda o dialoq tamamlamada necə ki, araya bir dənə boşluq verirdi. Deyirdi o sözü, cümləni sən tamamla. Necə edirdi? Hansı zamanda sual versə, o zamanda da cavab verdi. Düzdür? Burada da. İndi had to, have to-nun keçmişidir. Cümlə keçmiş sadə zamandadır. Keçmişin sual imkanı ilə düzəltdiyinə cavabım olacaq C bəndi. Nə vaxt burada has olardı cavabın? Əgər desək ki, who has to do? Who has had to, daha doğrusu. Burada has had to olsaydı cavabım A olardı. Had to olsaydı cavab ya B olardı ya Y olardı. Veya have to, has to olsaydı cavab do-does olardı. Çünki have to, has to indiki zamandır. İndiki zamanın köməkçi fe'li do-does'dır. Avtomatik cavab D olacaq. Gəldim 32-yə. Düzgün passive voice olan cümləni seç. Passivdə olan düzgün cümləni necə seçirik? To be üstə gəl, verb 3, verb 2 olmalıdır. To be varımdır, verb 3-üm yoxdur. Have been üstə gəl, verb 3 olmalıdır, səhvdir. D bəndi cümlənin sonra sifətlə bitirsə səhvdir. Talented savadlı deməkdir. C bəndə have been-im var, verb 3, verb 2-im yoxdur. B bəndi to be var, verb 3, verb 2 yoxdur. Cavab olur A bəndi. To be də var, won't, verb 3, verb 2 də var. Gəldim üçüncüyə. Mən Suzanı heç görmürəm. Hardless'i görmürəm. Necə görmürəm? Qəmgin, kədərli görmürəm. Baxmayaraq ki, onun kifayət qədər problemi var. Əgər burada hardları silsəydim, cavab olacaqdı 1-2. Onun kifayət qədər problemi var deyə mən onu, baxmayaraq ki, onun kifayət qədər problemi var, mən onu şən görürəm mənasına gələcəkdi. Və ya Z-onu yerinə because qoysaydım, olacaqdı ki, onun çoxlu problemi olduğuna görə mən onu heç şən görmürəm. Hardly see. Amma indiki vəziyyətdə biz qoyacağıq kədərli. Dördüncü. How long have you been learning English? Nə qədər müddətdir ingilis dili öyrənirsən? Ya deyərəm uşaqlığımdan bəri tutaq ki, since my childhood, ya da 2 aydır ki, hani bu, for 2 months. 2 aydır ki, öyrənirəm. How long-un cavabı since də verilə bilir, for-la da verilə bilir. When was the problem set? Nə vaxt hadisə baş verib, problem baş veribdir? When-imi vermişəmsə, konkret cavab verməliyəm. Düzdür? When-ə deyəcəm 2 days ago, 2 gün qabaq baş verib və ya hani bu? The day before yesterday, sırağa gün baş verib. B-yə qoyacağım. Neçə dəfə Londonda olmusan? 3 dəfə. Bir dənə geriyə qalır Y bəndə, cavab olur Y. Gəldim 35-ə. Grateful to ilə işlənir. Grateful to-yu ikincidə talk to ilə də işlənir. Amma biz burada təkcə talk to-ya baxmırıq da, fon məsələsinə də baxmalıyıq. Fonun qabağında on qoya bilirəm, talk-a da to qoya bilirəm. Mənaca fon uyğun gəlir, talk uyğun gəlmir. He was talking on the phone deməliyəm. He was talking to the phone demərəm. Tərcüməsi uyğun gəlmir. He was very displeased with istifadə olunur, with götürəcəm cavab kimi. 36. Conjunction qaydasıdır. Sizə demişdim, yadınıza gəlirsə ki, girin əzbərliyin tərcümələrini lazım olacaq. Saç elə belə mənasındadır, saç əz kimi mənasındadır. Ənazə, azəni tanıyırsınız. Tutaq heç bunları bilmirsən də, ortada azə, ənazə söhbətindən avtomatik cavab çıxır. Məsələn, sən bilməlisən ki, azədən, ənazədən, zəazədən sonra nə gəlir? İsim gəlməlidir. Onu bu boşluğa yazsam, bu boşluqda saç əs yazacağım da, tutaq ki, bunlar isimdir bəyəm, isim deyil. Yəni, azə, ənazə, zəazədən sonra saç əs gəlir, saç əs də isim deyil. Mən də dedim ki, onlardan sonra isim yazılmaq məcburiyyətindədir.
Deməli, bunlar səhvdir. Azə, ənazə, zə, azə getdi. Bir dənə qalır D bəndi cavabım. Others. Others esli olan nədir? İsimləşmiş versiya. Yəni, avtomatik özü isimdir. Ona görə də mən bunu istifadə edə bilərəm. Tərcümə necə olur? Bəzi dillər, such as French and German, fransız və alman dili kimi, related to the English, ingilis dilinə bənzəyir. While others, digərləri və ya deməliydim other language. Başa düşdünüz? Ona görə də mən esli olanı seçmişəm. Digərləri, such as Chinese and Arabic, Çin və ərəb dili kimi are not, ingilis dilinə yəni oxşamdır. Cavab olur D bəndi. Aydındırmı suallar hamıya?